22-ci suala baxa. 22-ci sualda da 21-ci sual kimi. Baxın, qaydaya görə şəkil seçək. A, B, C. Bu da M nöqtəsi. Qaydaya görə biz dedik ki, əgər medianlar perpendikulyardırsa, yəni AM perpendikulyardırsa MC-yə, onda buradan qayda çıxır ki, BM bərabərdir AC-yə. Burada BM 18, onda AC olacaq 18. Baxaq 23-cü suala. 23-cü sualda A, B, C. Bu M, BN medianlardır və perpendikulyardır. Deyir ki, AM və BM medianları perpendikulyardır. Bu da CK. Bizə deyir ki, AM və BM medianları perpendikulyardır və K nöqtəsində kəsişirlər. AM 12, BN 9 olarsa CK parçasının uzunluğunu tapın. Biz birinci nəyi tapmalıyıq? AB-ni tapmalıyıq ki, AB bərabər idi CK-ya. Düzdür. AB-ni tapmaq üçün də deməli, medianlar perpendikulyardırsa, bu tərəfə də perpendikul işarəsini qoyaq. Bu üçbucaqda Pifaqordan istifadəyə tapacaq. Baxaq, AM medianı 12-dirsə, medianlar təpədən başlar 2-nin 1-ə nisbətində bölünür. Onda 3K bərabərdirsə 12-yə, K bərabərdir 4-ə. Onda 2K da bərabər olacaq 8-ə. Yəni bu isə bizdə 8. Sonra BM medianı üçün 2M üstə gələm, yəni 3M bərabərdir 9-a. M bərabər olacaq 3-ə. M 3-dürsə, onda K olacaq 6. 8, 6 Pifaqora görə AB tərəfi 10. Onda CK olacaq 10. Keçək 24-cü suala. 24-cü sualda da A, B, C. Və buradan BN, AM, o da CK. Perpendikular işarəsində CK. Deyir ki, ABC üçbucağında AM və BM medianlar perpendikular K nöqtəsini keçir. CK 10-dursa, biz bilirik ki, CK 10-dursa, da AB də 10-dur. AB 10. BN 9-dursa, BM medianı 9-dursa, AM medianı 10 tapın. Biz yenə üçbucaq A, K, B üçbucağına istifadəyə tapacaq. Birinci, baxaq. Deməli, BN neçədir? BN 9-dur. BN 9 sonra 3K bərabərdir 9-a. Çünki 2-nin 1-ə nisbətində bölünür. Axı, bura 2K, bura K'dır. Onda K bərabərdir 3-ə. Onda 2K olan hissəsi bu tərəf olacaq bizdə 6. 6, bura 6, bura 10. Pifaqordan istifadə etsək, bu tərəfdə olacaq 8. Bizə deyir ki, AM medianı uzunluğunu tapın. AM medianı bərabərdir AK üstəgəl KM-ə. AK bizdə 8-dir, onda KM də bu 2-nin 1-ə nisbətində bölünən 4 olacaq. Olacaq 12. Bu da oldu 24-cü sual. Keçək 25-ci suala. Deyir ki, üçbucağın A, B və C tərəfləri üçün bərabərdir 0 modulların cəmi bərabər 0 şərti ötən. Biz bilirik ki, modulların cəmi 0-dırsa, deməli, hər birini ayrı-ayrı 0-a bərabər edirik. Bərabərdir 0-a. B plus C çıxılsın 25 bərabərdir 0-a. Və A plus C çıxılsın 18 bərabərdir 0-a. Bunları da alt-alta toplasaq, bizdən nə istəyir? Bizdən istəyir ki, üçbucağın böyük hündürlüyünü tapın. Demək, böyük haşı tapın. Böyük hündürlükdə biz bilirik ki, kiçik tərəfə çəkilir. Ona görə birinci üçbucağın kiçik tərəfinə baxaq. Bunları alt-alta toplasam 2A üstəgəl 2B üstəgəl 2C bərabər olur. 18 ilə 17, 35. Demə, 35. 35 ilə 25, 60-a. Buradan da alırıq ki, A üstəgəl B üstəgəl C bərabərdir 30-a. Buradan, deməli, bir tərəfləri tapsaq, A üstəgəl C, deməli, bir tərəfləri tapsaq, A üstəgəl C-miz bizim 18-i gətirib, yəni 18-i qoysaq, B olacaq 12. Sonra digər tərəfdən B üstəgəl C-miz, buradan yazırıq, B üstəgəl C-miz bizim 25-dir. Gətirib, B üstəgəl C-ni 25 qoysaq, A olacaq 5. Digər tərəfdən də A üstəgəl B-miz bizim 17-dir.
gətirib qoysaq, C-ni tapsaq, C olacaq 13. Üçbucağın dedik bizdən böyük hündürlüyü isə böyük hündürlükdə kiçik tərəfə çəkilir. Yəni 5 tərəfə çəkilmiş hündürlüyünü tapmaq lazımdır. Biz buranı silək. Deməli, üçbucağımızın tərəfləri oldu 5, 12, 13. Biz də buradan baxan kimi baxırıq ki, bunlar Pifagor ədədləridir. Deməli, bu düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaqda da hansı tərəfə çəkilmiş hündürlüyü bizə üçbucağın böyük hündürlüyü. Böyük hündürlüyü də kiçik tərəfə çəkilir. Bunun kiçik tərəfi 5-dir və bu tərəfə çəkilən hündürlük də 12-dir. Biz demişdik ki, düzbucaqlı üçbucağın 2 dənə hündürlüyü onun katedir, 3-cü hündürlük hipotenuza çəkilir. Burada da üçbucağın kiçik hündürlüyü 5 olduğundan həmin tərəfə böyük hündürlük çəkilir və o da olacaq 12. Bunu belə yazmasaq, yəni Heron düsturundan istifadə edib tapa bilərdik. Üçbucağın 3 tərəfi var idi. Yarım perimetri tapıb, sahəni tapıb, sonra H bərabərdir 2S böl A düsturundan. Burada A tərəfi də 5 olacaq, çünki böyük hündürlük istəyir. Bu şəkildə yaza bilərdik. Gələk 26-cı suala. 26-cı sualda da deyir ki, deməli B, Y, A, D və bura C nöqtəsi olsun, burada A nöqtəsi. Deyir ki, ABC üçbucağında AC bizdə 16-dır. Bu tərəf 16-dır. BC tərəfi 8-dir. Bu tərəf də 8-dir bizdə. Və O nöqtəsində kəsişən AD və BY medianlara perpendikulyardır. AB tərəfinin uzunluğunu tapın. X. Burada bu düsturla yazıram. Belə, deməli, qayda belədir. 5AB-nin kvadratı bərabərdir. AC-nin kvadratı üstəgəl BC-nin kvadratına. Baxın, bunun hazır qaydası var. Deməli, hansı tərəfə median çəkilib? AC tərəfinə və BC tərəfinə. Onda həmin tərəfə çəkilən medianlardırsa, deməli, AC və BC tərəfinə median çəkibdir. AC-nin və çəkib BC-nin kvadratı bərabər olub. Bizdə hansı tərəf soruşulur? AB tərəfi. Yəni 5AB-nin kvadratına. Baxın, bu hazır düsturdur. Bunu da bu şəkil əsasən əzbərləyirsiniz. Burada da 5AB-nin kvadratı bərabərdir. AC-miz 16-dır. 16-nın kvadratı 256. Üstəgəl BC-miz 8-in kvadratı 64. Buradan da deməli düz yazdıq. 256 AB kvadratı bərabərdir 0, 2, 320 böl 5. Buradan da AB bərabərdir kök demək 320 kök altında 320 böl 5 yazaq. Bu da 5-i ixtisara getsə, deməli 64 eləyir, ondan da çıxır 8. Bu sualda belə. Baxaq 27-ci suala. 27-ci sualda baxın A, B, C. Bu da BY. Bu tərəfdə AD və O nöqtəsi. Deməli, bizə deyir ki, ABC üçbucağında AB 2 kök 5-dir. AB-mizə yazaq 2 kök 5. Bura 2 kök 5-dir. Sonra bizə deyir ki, BC tərəfimiz 6-dır. Bu isə 6-dır. Və O nöqtəsində AD və BY medianlar perpendikulyarda AD tərəfinin uzunluğunu soruşur. Bayaq düsturumuz var idi. 5 vurulsun AB-nin kvadratı bərabərdir BC-nin kvadratı üzəgəl AC-nin kvadratına. Burada da 5 vurulsun AB-miz 2 kök 5-in kvadratı bərabərdir. BC-miz 6-dır. 6-nın kvadratı üzəgəl AC-nin kvadratına. Bu da 5 vurulsun 4, 20 bərabərdir 36 üstə gəlinsin. 36 üstə gəlsin AC-nin kvadratı. Buradan da AC-nin kvadratı bərabərdir 64-də. AC də bərabərdir 8-ə. Bu şəkildə AC-miz də oldu bizim 8. Keçək 28-ə. Hesablara siz diqqətli baxarsınız. 28-ci sualda A, B, C. Bizə də iki tərəfləri 12, 15, 18, 13 bucaq verilmişdir. Deməli, şuradan tərəfdən 12,
15, bir də 18-dir. AC tərəfi də 18-dir. Bizə deyir ki, kiçik tərəflərə toxunursa, ona görə AB ilə BC-yə 12 və 15 verdik. Mərkəzi böyük tərəfin üzərində olan çevrənin mərkəzindən bu tərəfdən ayırdığı böyük hissəni soruşur. Yəni bizdən ya AO və yaxud da OC hansı böyüksə onu seçəcəyik. Biz birinci demişik ki, AB və BC çevrəyə toxunanda və B nöqtəsindən çevrənin mərkəzini birləşdirdikdə bu alınan nə olurdu? Bizə tənbölən olurdu. Onda tənbölən xassəsinə görə deməli, bu OC-yə x yazaq. Onda AO-muz olsun 18-x. Tənbölən xassəsinə görə 12-nin 15-ə nisbəti bərabərdir 18-x-in x-ə nisbətinə. Bunu da 3x aparsaq 5-də 4 bərabərdir 18-x-in x-ə nisbəti. Çarpaz vursaq 4x bərabərdir deməli 90 çıxılsın 5x-ə. Buradan da 9x bərabərdir 90-a, x də bərabərdir 10-a. X 10-dursa, deməli OC-miz oldu 10 və AO-muz da olacaq 18 çıxı 10, yəni 8. Bizdən böyük hissəni soruşur, da olacaq 10.